Pəncərəni indirib çölə əl uzatmağa çalışdım. Nə qədər dərin bastırıldığımı bilmək istəyirdim. Amma elə ki əlimi çıxartdım, pəncərə arasından maşına palçıq sel kimi axdı. Qorxudan ürəyim sıxıldı. Tez pəncərəni bağladım. Nəfəs almağı macal tapmamış günəşlik şüşəsi gürültü ilə çilikləndi. Panikada yapışqan lent götürüb dəliyi bağlamağa cəhd etdim. Amma lent palçığın ağırlığını saxlaya bilmədi. Dəfn olunmaq üzrə idim ki, birdən oturacağın altında sükan kilidi gözümə dəydi. Dərhal çıxarıb günəşliyə dirədim. Şükür ki tutdu. Şüşəni saxladı və torpağın içəri dolmasının qarşısını aldı. Müvəqqəti də olsa xilas olmuşdum və nəfəsimi dərib biraz rahatladım. Amma ağzım qurumuşdu. Yanımdakı su şüşəsini götürüb bir nəfəsə içdim. Son damlaya qədər içəndə anladım ki, maşındakı yeganə su ehtiyatım bu idi. Artıq gec idi. Düşündüm ki, heç olmasa tam içim. Sonra isə əşyaları gözdən keçirdim. Özümü xilas edə biləcəyi nəsə axtararaq. Amma heç nə kömək etmirdi. Elə bu an günəşlikdən damcılar süzülməyə başladı. Üzümü qaldırıb hər damcını acgözlüklə tutmağa çalışdım. Amma çox az idi. Bank kartını çıxarıb huni kimi qatladım. Boş şüşəyə taxdım. Sonra onu sükan kilidinə bərkitdim. Damcılar şüşəyə yığılmağa başlayanda sevinclə əl çırpdım. Öz dahiyanə ideyama valeh oldum. Amma bu sevinç uzun çəkmədi. Nəfəsim getdikcə daralırdı. Maşının içində oksigen sürətlə tükənirdi. Tezliklə çıxış yolu tapmasam boğulacaqdım. Qatlanmış kreslodan metal borunu çıxartdım. Qapağı açıb dırnaq qayçısı ilə deşiyi açdım. Sonra kəndir tapıb möhkəm düyünlədim. Qapağın içindən keçirib boruya soxdum və sıx bağladım. Bu hərəkətləri bitirəndə özümə valeh oldum. Borunu möhkəm tutub yuxarı itələdim. Amma ilk boru keçmədi. İşıq görünmədi. Məcbur ikinci borunu qoşub yenə itələdim. Sonra üçüncünü. Oksigen çatışmazlığından nəfəsim kəsilirdi. Gücüm qalmamışdı. Carcek çıxarıb borunun altına qoydum. Amma o da tezliklə limitə çatdı. Boru hələ torpağı dəlib keçməmişdi. Təslim olmadım. Çiyinlərimə yorğan salıb bütün gücümlə yuxarı itələdim. Dözülməz ağrıya baxmayaraq. Birdən çiyinlərimdə inanılmaz yüngüllük hiss etdim. Boru torpağı dəlib çıxdı. Gözlərimə inanmırdım. Tezliklə tel salıb qapağı açdım və irələ əyilib baxanda ümid işığının parıltısını gördüm.